gördüğünüz divar Karakas'ta, Venezuela'da yerleşir. Deyirsiniz ki Karakas'la Venezuela'da İran'ın ne əlaqəsi? Burada İran'la Venezuela arasında, dövlətlər arasında bir müttəfiqlik var və onun üçün də bu cür divarlarda falan İran'ı təbliğ edən müxtəlif grafitilər tez-tez görmək mümkündür. Özellikle burada bakın görürsünüz, burada İran var. Xəzər dənizi, düzdür Azərbaycan biraz urlaksız veriblər. Azərbaycan və qardaş bilinmir. Çok urlaksız veriblər. Yəni bir dənə İrandır burada, rəssalam. Bu cür grafiti var və bu grafitiləri ümumiyyətlə Karakas'ta tez-tez görmək mümkündür. Özellikle İran'ı dəstəkləyən, Putin'i dəstəkləyən, Şimali Koreyanı dəstəkləyən bu cür grafitilər dediyim kimi tez-tez görmək olur. Şimdi baxın. Bu da Süleymani'nin, Qasım Süleymani. Hətta bu nə vaxt bura qoyulub, o da var. Paseo de la Ranista, İran, Venezuela 3 yanvar 2024-cü ildə çəkilibdir. Amma bu xalq tərəfindən çəkilən bir belə deyim, grafiti deyil. Bu grafitinin müəllifi dövlət özüdür.